Bir daha sabahınız xeyir olsun dostlar. Bugün çox maraqlı bir proqram təqdim eləyəcəyik. Anons etmişdik əslində proqramımızın əvvəlində və sözü gedən o vaxt, o zaman gəldi çatdı. Bizim studiyamızın çox maraqlı qonaqları var. Bildirək ki, Qərbi Azərbaycana Qayıdış Festival Konqresi artıq 3-cü dəfə keçirilib və həmin konqresdə, festivalda iştirak edən dəyərli və xüsusi qonaqlarımız bugün bizim studiyamızdadılar. Bəli, məmnuniyyətlə vaxt itirmədən qonaqlarımızı təqdim edim ki, söhbətimizə başlayaq. Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi professor Məhrəm Qasımlı bugün NTV Səhərin qonağıdır. Sabahınız xeyir olsun. Və əlbəttə ki, bizim çox dəyərli aşıqlarımızı da təqdim edim. Xanım Göyçəli, Elməddin Hacı Bayramlı, Nurəddin Şərəfxanlı, İmralı Fikrətoğlu. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Həm Naxçıvana, həm də NTV Səhərə. Məhrəm müəllim, necəsiniz? Əhvalınız necədir? Çox sağ olun, var olun. Naxçıvan mənim üçün doğma yerdir. O cümlədən dünən tədbiri keçirdiyimiz Ordubad da çox doğma yerdir. Bura gələndə həmişə elə bilginən ki, ata ocağına gəlmiş kimi oluram. Sizin televiziya da mənim üçün çox dəyərlidir. Bakıda da diqqətlə izləyirəm. Sizin bir çox əməkdaşlarınız Aşıqlar Birliyinə gəlir. Mən müsahibələr verirəm və yəni qarşılıqlı əməkdaşlığımız gedir. İnşallah yolumuz davam eləsin. Bu bizim bu səfərimiz Qərbi Azərbaycana qayıdışla bağlı olduğu üçün mən təklif elədim ki, məhz Qərbi Azərbaycan mənşəli aşıqlar gəlsinlər, ifa eləsinlər və illah da ki, yeni aşıqlar, yeni nəsil aşıqlar ki, sabah bunlara bağlıdır. Yəni Qərbi Azərbaycana qayıdışın önündə duracaq adamlar bu adamlar olacaqlar. Ona görə də bu Qərbi Azərbaycan Göyçədən, Loru Pəmbəkdən, Ağbabadan, ən müxtəlif yerlərdən aşıqlarımız buradadır. Yəni Göyçə də mərkəzdə dayanıbdır, onu diqqətdə saxlayaq. Aşıqlarımızın ifasında görəcəyik. Mən bir şey demək istəyirəm. Tarixən biz Şərqin qapısı deyəndə Naxçıvanı başa düşmüşük ki, Naxçıvan Şərqin qapısıdır. Bugün Şərqin qapısı öz yerində, Naxçıvan həm də Qərbin qapısıdır, Qərbi Azərbaycanın qapısıdır. Qərbi Azərbaycana gedən yolumuz da Naxçıvandan başlayır. O mənada neçə ildir burada festivallar keçirilir, konqrelər keçirilir və bir növ Azərbaycanın bu məkanından o tarixi dalğalanma bizi İrəvanımıza, Göyçəmizə, Dərələyəzimizə, Ağbabamıza, Loru Pəmbəyə qaytaracaq. O anlamda həm də bugün Qərbi Azərbaycanın qapısı olan Naxçıvana gəlmişik. Xoş gəlmişsiniz bir daha Məhrəm müəllim. Siz qeyd etdiyiniz kimi, ümumiyyətlə, aşıq sənəti bizim qədim, zəngin mədəni irsimizdir və bu irsin yaşadılması, eyni zamanda gələcək nəsillərə çatdırılması üçün bu festival xüsusi əhəmiyyət daşıyır. Amma öncə bunu soruşmaq istərdim. Niyə Qərbi Azərbaycan aşıq sənətinin əsas mərkəzlərindən biri hesab olunur? Bilirsiniz, tarixən elə yerlər var ki, onların ənənəsi var. Məsələn, Göyçə böyük ənənəyə sahibdir. Elə Dərələyəzin özü də, İrəvan özü də, baxın, saz havalarının nə qədər İrəvan çuxurundan beri ora bağlıdır. Hətta Naxçıvanın özündə nə qədər havalar var ki, birbaşa bu torpaqlarla bağlıdır. Özdə, məsələn, Naxçıvandan binə götürən havalar, məsələn, Cəlli, Qəhrəmanı havaları. Bunlar Dərələyəzdən gəlmiş aşıqlar da, amma Naxçıvanda ərsəyə gəliblər, buradan şöhrətləniblər. O mənada Azərbaycan mədəniyyətində Qərbi Azərbaycan və Naxçıvan əlaqələri tarixən çox güclü olub və inşallah bundan sonra da davam eləsin. İnşallah. Xanım, siz də xoş gəlmişsiniz studiyamıza. Necəsiniz? Dünənki festivaldan sonra özünüzü necə hiss edirsiniz? Mikrofona danışmalısınız, yoxsa sizin mikrofonunuz var? Zəhmət olmasa mikrofonu götürək, əl mikrofonunu. Və sizin də təəssüratlarınız bizim üçün maraqlıdır. Necə keçdi dünənki ilk gün elə? Buradan başlayaq. Hər vaxtınız xeyir olsun, xoş gördük sizləri. Xoş gördük. Çox gözəl oldu, çox gözəl keçdi və özümüzü çox xoşbəxt hiss elədik. Nə gözəl. Və əslində digər aşıqlarımızdan da istərdim öz təəssüratlarını qısaca vurğulasınlar. Biz daha sonra sözü verək saza, sözə, gözəl səsinizdən avazınızı eşidəcəyik. Salamlayıram hər birinizi. Biz də Qərbi Azərbaycan Aşıqlar Birliyinin aşıqlar üzvü olaraq öz ifalarımızdan, öz çıxışlarımızdan festivalda iştirak edik. Çox gözəl oldu. İlk dəfədir qatılırdınız. Çünki 2 il bundan öncə də keçirilmişdi Batabadda. Bizim ilk dəfədir qatılmışıq. Bu dəfə ilk dəfədir gəlirsiniz. O vaxt əsgərlikdən gəlibdir. Buyurun, sizi də eşidək, zəhmət olmasa İmralı bəy. Çox sağ olun, xoş gördük. Hamını salamlayırıq. Gözəl konsert idi. İnşallah öz mahnılarımızla sizləri feyziyab eləyərik. İnşallah. İmralı bəy, daha çox nə idi diqqətinizi çəkən festivaldan? Mənə maraqlıdır.
ilk dəfə qatıldığınız üçün. Festivalda ən çox nə diqqətinizi çəkdi? Həm Qərbi Azərbaycana üstünlük vermək, bizi qarşılamaqları. Yəni o Çox xoş ab-havanı təəssürat. hiss edə bildiniz, deyil mi? Bəli, bəli, Siz bəli. əslən də Çox gözəl, ordansınız. xoş təəssürat bağışladı. Təşəkkür edirik. Çox sağ olun. Buyurun, sizin də eşidək. Sabahınız xeyir olsun. İlk öncə dəyərli televiziyamızın rəhbərliyi başda olmaqla bütün əməkdaşlarını salamlayıram. Çox sağ olun. Professorumuz Məhərrəm Qasımı, bizim birliyimizin rəhbərini salamlayıram. Bizim üçün də çox xoş oldu, çox gözəl, möhtəşəm, həqiqətən yadda qalan gözəl bir tədbir keçdi. Tədbir bizim üçün də çox önəmli oldu. Özümüzü orada çox qürurlu, çox ürəklə də çıxış elədik. Bu mənada bizim üçün çox xoş oldu. Naxçıvanda da onu da qeyd edeyim ki, birinci dəfə idi. Bu tədbirdə mən də birinci dəfə idi iştirak eləyirdim. Düşünürəm ki, növbəti tədbirlərdə daha aktiv iştirak eləyəcəyik. Bəli, əlbəttə. Sabahınız xeyir olsun. Var Tamaşaçılarımızı da salamlayıram. Təşəkkür Bir şey edirik. deyim ki, Buyurun, Məhərrəm. bunlar əksəriyyəti, xüsusən bu üç oğlanın üçü də aşıq övladlarıdır. Qərbi Azərbaycanda ad çıxartmış Hacı Bayramov, məşhur ustad sənətkardır. Bir neçə ildir dünyasını dəyişib. Onun nəvəsidir. Aşıq Fikrət Pəmbəkdən Körpülü mahalından böyük aşıq idi. Onun oğludur, İmralı. Yəni Şərəfxan kişinin oğlu buradadır. Yəni bu ənənə davam eləyir. Elə qızımız da aşıq ocağındandır. Yəni Qərbi Azərbaycan aşıqlığının o tarixi ənənəsini bugün bunlar yaşadılar və sabah yenidən o torpaqlara qaytaracaqlar. Məqsədimiz budur. Bəli, Nə bəli. gözəl. Bir sözlə, yəni bu aşıq sənətinin ən dəyərli təmsilçilərinin məhz davamçıları bugün bizim studiyamızın qonağıdır. Aysun, amma istəyərdim bir ifa alaq. Nə deyirsən? Kimdən başlayaq? Xanım Nurəddin. Bəli, Nurəddin bəy, o zaman buyurun. Məmnuniyyətlə sizi dinləməyə hazırıq. Bir daha da salamlayıram. İstəyərdim ki, sazımızın haqqında yazılmış gözəl bir saz şeirini sizlər üçün bir ağır şərli havası üstündə ərmağan edeyim. Buyurun. Dedim belə kərəm kimin eyim, alov tutub ay adalır. Alışıram ey sazın səsinə gələndə. Alışıram ey sazın səsinə gələndə. İstəyirəm ey sözdən qalan ey yaradım. İstəyirəm ey sözdən qalan ey yaradım. Çalışıram ey sazın səsinə gələndə. Çalışıram ey sazın səsinə gələndə. Kərəm kimi alov tutub od alıb, alışıram sazın səsi gələndə. İstəyirəm sözdən qala yaradım, çalışıram sazın səsi gələndə. Yayılıram pərdələrə, tellərə, qovuşuram obalara, ellərə. Damla damla axıb gedən sellərə qarışıram sazın səsi gələndə. Boylanıram həqiqətin gözü ilə,
Çözərirəm babaların közü ilə, zirvədəki şah qartalın özü ilə yarışıram sazın səsi gələndə. Xəyalımda bir-birinə dolaşıb, göz həsrətə ömür qəmə calaşıb, bir gözəllə yerli yersiz dalaşıb barışıram sazın səsi gələndə. Dedim belə qaysa hava təməyim, çağlayıram ay coşuram. Aysa hava təməyim, çağlayıram ay coşuram. Yaza doğru ey qarlı dağlar ey yaşıram. Yaza doğru ey qarlı dağlar ey yaşıram. Elə göydən Allah hava yaxınlaşıram. Danışıram ey sazın səsin ey, gələndə bülbül balay bülbül balay bülbül bala bülbül bala. Danışıram ey sazın səsin ey, gələndə. Səxavətəm, çağlayıram, coşuram, yaza doğru qarlı dağlar aşıram. Göydə Allaha da yaxınlaşıram, danışıram sazın səsi gələndə, danışıram sazın səsi gələndə. Eşq olsun bizim sazımıza, bizim dəyərli insanlarımıza, var olasınız. Sizə Səsinizə təşəkkür edirik, qüvvət, minnətdarıq. minnətdarıq. Səhər-səhər canlı olaraq həm ifa etmək, həm sazda ifadə etmək, həm səsləndirmək bu asan bir məsələ deyil. Əlbəttə. Məhərrəm müəllim, ümumiyyətlə aşıq sənətində yurd sevgisi nəyə görə belə güclü hiss olunur? Çünki aşıq Yurd elə həsrəti. bütün sazınla, sözünlə elə yurdun özüdür. Bəli. Dədə Qorqud yurdun özüdür. Qurbani yurdun özüdür. Aşıq Alı, Aşıq Ələsgər yurdun özüdür. O mənada o sazı bağrına basıb meydana çıxanda elə yurdun səsi gəlir. Göyçənin səsi gəlir, Bəli, İrəvanın səsi gəlir. Baxın o havalarda hansı keyfiyyətlər var. İrəvan çuxuru İrəvanın nəfəsini çatdırır. Göyçə gülü Göyçənin nəfəsini çatdırır. Bütün digər havalarda da o cürdür. Saz havalarının içərisində Azərbaycanın ən müxtəlif yerləri boy atır. Görürsən ki, Şirvan şikəstəsində Şirvanın nəfəsi gəlir. Naxçıvanın havasında Naxçıvanın nəfəsi gəlir. Bu havalar bütövlükdə yurd ovqatına, yurd ruhuna köklənibdir. Onu qorumaq da bizim üçün ən vacib şərtdir. Çünki dünənimizi, bu günümüzü və sabahımıza bu xəttlər caqlayır. Düşünməliyik. Ümumiyyətlə, mədəniyyət fikrimcə ən böyük və ən güclü diplomatiyadır. Çünki bizim beynəlxalq müstəvidə də səsimizin eşidilməsində önəmli rol oynayır. Xalq mahnılarımız olsun, aşıq havaları olsun, muğamlarımız olsun, hər birində o tariximizin, torpağımızın havası, səsi, əks sədası hiss olunur. Deyilmi Məhərrəm müəllim? Bu baxımdan da önəmlidir. İnşallah zaman içərisində bunun səsi, sorağı hər yerə yayılacaq. Özü də, baxın, bizim Göyçədə səslənən Göyçəgülü havası Təbrizdən də səslənir. Qarsdan da səslənir, Borçalıdan da səslənir. Yəni yurdu bir-birinə bağlayır. Bir hava yurdu bir-birinə bağlayır. Naxçıvan gülü havası elə bir havadır ki, öz-özünə Təbrizdən, Urmiyadan tutmuş ta Dərbəndə qədər, Gəncəyə qədər hər yeri bir-birinə bağlayır. O mənada bu yurd sevgisi burada ana xəttdir, ana damardır, şah damardır. Doğrudur. Elə isə yenidən sözü verəkmi? Saza, sözə. İndi isə kimi dinləyək Məhərrəm bəy? Elməddin Hacı Bayramovun nəvəsi gəlsin. Elməddin bəy. Məmnuniyyətlə sizi dinləyək. Buyurun.
Festivala Onlar gedə oxuyanda bilməsək adətən də, deyirlər Burada ki, canlı dinləyirik. onlar oxuyanda adətən belə bir söz də deyirlər. Gəl gedək bir bizə sarı, Naxçıvandan tərpənək Göyçəyə sarı. İndi də deyəcək. Bəli, o ab-havanı yaşayaq bugün, Qərb Azərbaycan ab-havasını. Mənim ifa edəcəyim hava sulduzu havasıdır, köhnə havalardandır. Abalan elçelim unudan çetin hemeşelik kalan Göyçema bala kalan Göyçema zalım kalan Göyçema bala kalan Göyçema çok sevindim mehman sen niye oldun kalan Göyçema bala kalan Göyçema zalım kalan Göyçema gülüm kalan Göyçema el səni unudar çətin, həməşəlik qalan Göyçəm. Çox sevirdin mehmanı sən, niyə oldun talan Göyçəm? Amalan ay gələ şair o terfler sana azdın azdı sana azdın azalım sana azdın abala sana azdın Selahattin şehirdi sazdı çok sudadım olayım Göyçema bala kolayım Göyçema yedem olayım Göyçemeyi Gelen şair şiir yazdı O təriflər sana azdı Sənətin şiirdi, sazdı Çox ustadım olan Göyçəm Amalan ay hadi değer vətən sen Uğrayan kaldım çefenli Sana bala çefenli Sana zalım çefenli seni Nimet verdim nefesim sen Çok sudadım olan Göyçema balam olan Göyçema balam olan Göyçema Hacı değer vətənimsən Uryan qaldım kəfənimsən Neymət verdim nəfəsimsən Çox ustadı olan Göyçəm İnşallah təşəkkür edirik. Minnətdarıq, Çox sağ hörmətli olun. bəy. Bunun şeiridir. Hacı Bayramov böyük ustadın. Elə onun yolunda da oxudu. Elə bir Hacı Bayramov gəldi özü oxudu. O dərəcədə Bəli, bəli. gözəl Allah ənənəni dünyasını davam dəyişən bütün elətdirdi. aşıqlarımıza rəhmət İnşallah eləsin. bu nəfəslə də yenidən Göyçəyə qayıdar. Evet. Orada da İnşallah. babasının ruhunu, sazın ruhunu şad eləyər. Bəli, bəli. Bir daha dünyasını dəyişən bütün aşıqlarımızı sevgi ilə, ehtiramla yad edirik. Və Məhərrəm müəllim, birazdan yenidən biz ifaya qayıdacağıq, amma istərdim
Bu suala da siz cavab verəsiniz. Ümumiyyətlə, Qərbi Azərbaycan Aşıq Məktəbi gələcək nəsillərə hansı mesajı verir? Mesaj bunlardır. Yəni, böyük üstadlarımız yenə var. Hacı Bayramov yaxın keçmişə qədər yaşayırdı. Fəthullah Göyçəli yaşayır, Ələddin Göyçəli yaşayır. Yəni, xeyli böyük üstadlar var, yaşlıdırlar bunlar. Amma əsas gələcəyə mesaj, xəbər, soraq, muştuluq sorağı hətta bunlardır. Bunlar özlərinin sazlar sinəsində torpaqlara qayıdacaqlar, o müjdəni bunlar aparacaqlar. Yəni, mənim bunları gətirməkdə məqsədim odur ki, yeni nəsil hansı enerji ilə, hansı ruhla oraya qayıda bilər, qoy onu hamı görsün. Bəli. Təşəbbüsünüzə ehtiramla davam edirik və indi isə kimi dinləyək, kimi təqdim edək? İmralı Fikrətoğlunu məmnuniyyətlə dəvət edək. Onun atası da böyük aşıq idi. Bəli. Körpülü mahalında Qərbi Azərbaycanın ən gözəl aşıqlarından biri idi. O da ənənəni görürüm. Ənənəni bunlar ailə ocaq olaraq əksəriyyəti davam edir. Mən də bir Kərəm gözəlləməsi oxuyacağam. Buyurun. Beşidə ikən telli sazınla Mən beşidə ikən telli sazınla Laylamı sən çaldın ay Mirzaday Ay Mirzaday Ay Mirzaday Ay Mirzaday Yenə yada saldın yarıq Kərəmi Yenə yada saldın yarıq Kərəmi Canıma o çaldın ay Mirzaday Allah 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 amandır halım yamandır Xeyri zamandır oy qadalalım Belə ağır toylar gördüm, məclislər gördüm Ağır toylar gördüm, məclislər gördüm Mahaldan mahala Atını sürdün, atını sürdün, atını sürdün Belədir gəlinlər gətirdin, ey qızlar köçürdün Gəlinlər gətirib qızlar köçürdün Çox nəbərlər aldın ay Mirzaday Leylin aleyli bir bizə meyli Mərəm gileyli Belə sənət meydanında Aman, aman, aman Ay, belə imtihan olub Sənət meydanında imtihan olub Səsin tutulanda kölün qan olub Hüseynin də halı pərişan oldu Sən nə tez qocaldın ay Mirzaday Allah amandır, halım yamandır Xeyli zamandır Gəl qazanayalım
Var ol. Təşəkkür Əla, edirik, var olun, təşəkkür edirik. səsinizə sağlıq. Bu nə Mən gözəl bir avaz şey idi deyim. səhər-səhər. Biz gələn gün Naxçıvan Dövlət Universitetində böyük konsert vermişik. Dünən də Ordubadda və axşam da yenə burada yenidən Naxçıvanda aşıqlarımız durmadan oxuyublar və cəmaət də əl çəkmir. Yəni dönüb çox görkəmli adamlar, ziyalılar bunları oxutdurublar. Gecə yarıya qədər oxuyublar. Ona görə səhər bunların səsində elə böyük bir balaca şey ola bilər ki. Yox, əksinə. Amma hesab eləyin ki, məsələn, axşam bunlar nə cür tufan eləyirdilər. Amma bütün hallarda o ifaların hamısı çox yerindədir, gözəldir, maraqlı, şakraq ifalardır. İnşallah zaman görəcəksiniz. Göyçəli qızımız da hazır durubdur burada. Özdə elə bir mahnı ilə gəlib ki, indi görəcəksiniz. Artıq Kəlbəcər bizim tərəfimizə qayıdıb, bizim torpağımızdır. Eşidib ki, Kəlbəcərdən Göyçə görünür. Ona bir mahnı düzəldibdir. İnşallah onu ilk dəfə özdə sizin televiziyada. Naxçıvan televiziyasında ilk dəfə burada səslənəcək inşallah. Möhtəşəm. O zaman elə mənə də maraqlı gəldi. Söhbətimizi uzatmayaq. Əslində sizlə söhbətimiz davam eləyəcək Məryəm müəllim. Xanımın ifasını dinləyək, daha sonra söhbətə davam edək. Məmnuniyyətlə.
Təşəkkür edirik. Xanım Göyçəli və digər aşıqlarımıza da minnətdarıq. Minnətdarıq. Məhrəm bəy, sizə təşəkkür edirik Var vaxt olun. ayırıb gəldiyiniz üçün Var studiyamıza. Və bir daha qeyd edək ki, saat 11-də artıq bugün də yəni festival davam edir və siz İkinci yenidən günü iştirak başlayacaq. edəcəksinizmi festivalda Məhrəm bəy? Bugün də iştirak edəcəksinizmi? Biz festivalı bugün tamamlayırıq, amma ümumiyyətlə bu ruhumuzdakı festival yaşamaqda davam edir. Mən bir şey demək istəyirəm. Mənim bir rəhmətlik yazıçı dostum var idi, Fərman Kərimzadə. Onun məşhur bir bahisi var idi həmin illərdə. Deyirdi ki, Vedinin yanı dağlar, ürəyi, canı dağlar. Burada bir el var idi, siz deyin hanı dağlar. Bizim bu festivalları, bu tədbirləri keçirməkdə məqsədimiz odur ki, elimiz qayıtsın öz yerinə və gedək dağlarımıza deyək ki, burada bir el var idi və dağlar desin ki, budur, elimiz budur, o məqam gəlsin. Bu yol oraya gedir. Yəni, Naxçıvandan gördüyümüz, istiqamət göstərdiyimiz bu yol zaman içərisində bizi o yurtlarımıza, Göyçəmizə, İrəvanımıza, Loru Pəmbəyə, Ağbabiyə qaytaracaq, Dərələyəzimizə qaytaracaq və biz də dərindən nəfəs alıb İnşallah. o günlərin bayramını sazımızla, sözümüzlə eləyəcəyik. İnşallah. Ümumiyyətlə, Qarabağ zəfərimizdən sonra bizim növbəti hədəfimiz, arzumuz Qərbi Azərbaycan İnşallah. Təşəkkür edirik. Görüşmək ümidi ilə sizdən ayrılırıq. Minnətdarıq. Var Çox olun. Sağ olun, siz də var olun. Və